həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutun dəfn olmağa getsin. Hamınızı öpürəm. Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüt kəndində anadan olub. 1999-cu ildə Astara rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdu. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan xüsusi təyinatlı qüvvələrində davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi. Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm, hər zaman, hər an xalqım üçün, torpağım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum. Tabutum Azərbaycan Respublikasının 3 rəngli, ay ulduzlu bayrağına bükülüb dəfn olmağa aparılsın. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları Murad Mirzəyev, Sami Limanov, Muhammed Orucovla birgə Talış yüksəkliyinin alınmasında və çox sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 2016-cı il 3 aprel tarixində son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdu. Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhid Gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif olunub.